Salam dostlar, necəsiniz? İnşallah yaxşısınız. Həmişə də yaxşı olasınız. Bugün 1 martdır və Vesnanın yazın ilk günüdür. Görək bugün təbiət özünü necə aparacaq. Dünəndən yağış yağırdı. Bütün gecəni su damcılayırdı, yağış damcılayırdı. Görək bugün saat hal-hazırda 5:30-dur. 1:15 dəqiqə sonra avtobusum oluşdu. Gətirim tez sahurumu eləyim. Görüm nə yeyirəm, nə tapıram. Axşamdan da hazırlaşmamışam. Axşam getdim, uzandım, elə o yatdım. Ləlişin bişirdiyi aş var idi. Onu isitdim və çayla xurma yeyərəm. Çöldə tumandır. Tumandır. Avtobusun gəlməyinə 1-2 dəqiqə var. Yeməyimi elə də çox çatdıra bilmədim yeməyə. Eləcənə çayımı da bir xurma ilə çay içdim. Onu da axıra kimi içmədim. Bir ikisini də atmışım cibimə. Dedim yolda yeyərəm. İnşallah yaz tez gələr. Bəzi yerlərdə buzlar əmələ gəlibdi yerdə. Amma eşidilir də, yəni yağış nədir? Qarın əriyib axmağı. Hiç çirkef görünmür dumandan. Az görünür deyinə. İkinci avtobusuma gedişdim. 6:01'de yazılıb 6:10'da gələcək. Nə? Gedim gözlüyümdə. Yine durdum 2 astanovkanın ortasında. Bu bir astanovkadır. Qabağımda heç nə görsənmir. Avtobus gəlir ya yox. Bu da o bir ikinci astanovkadır. Beğenib xurma yeyirəm. Hələ ki vaxta var orucu bağlamağa. Nə gözləyək. 5-10 dəqiqə qaldı. Gəlməyin nasıl olsun. Ha tərəfə birinci gələr, ora qaçacağım. Dünən atçotu pis yaxşı elədim. Amma orada jurnallar dəyişmək lazım. Ay dəyişir deyən təzə jurnalları götürmək, gətirmək falan filan dedim. Onlar da sabah eləyərəm. Oje demək olar ki saat 6:20'dir, 10 dəqiqədən sonra açılışdı. Bugün nəinki yatmaq, bugün işdə mürgüləmək olmaz. Bugün bilsiz nə qədər adam gələcək? Bugün Günel heç oturmayacaq bəlkə. Həmişə ayın əvvəli elə olur. Ayın axırı adam az olur, ayın əvvəli hamısı xorla gəlir. Görək də 1900 nə qədər idi? 59 nəfər. Görək də inşallah hər şey yaxşı olur. Keçən səfər ağaclar qarlı idi, qəşəng görsənirdi. Bugün dumanlıdır. Elə bil film ujasıdır. Qorxduğum başıma gəldi. İndi girmişəm. Heç əynimi soymamışam. Mal gəldi. Товар привезли? Что-то рано, у меня все холодильники забиты. Хоть бы днем пришли, хоть бы в обед пришли, я не знаю. Когда вас ждешь, вас нету. Сейчас, подождите. Ага. Baxın da. Baxın da. Ağlayacağım indi. Ara koyacağım. Saat 7'ye qalıb. Heç xalatımı çatdırmamışam geyinməyə. Bir təhər yığdıq. Təzələri buradan, qabaqdan. Təzələr qabaqdan yığmışam deyən köhnələr daldadır. Köhnələri nətər götürəcəm iş bilmirəm. İnanırsınız. Burada ayın tarixi iləndir hər şey. Gerək köhnə sroku olanı birinci verəsən, qutarsın ki. Dünə. Hələ dedim ki, cəmaatın gözünün qavandan yığmayın. Sonra mız eləməsinlər. 1-2 saat deyir qala bilər belə xaladelniksiz. Bunlar tez verim. Sonra yükləyərəm xaladelnikə. Tərtməni götürüb. Kefir hansı ki mən bugün paylamalıyam. Hamısı ayın 5-nə kimiymiş. Bugün də ayın 1-idir. 4 gün vaxtı var. 4 gün nədir ki?
Bilirsiniz nə qədərdir? 1000 dənə. 1000 dənə. Təzə gətirdikləri kefirin sroku ayın 8-nə kimidir. Elə o da 924 dənədir. Onu da güya sabah paylamalıyıq. Bu gündə mən 1000 dənə paylaya bilərəm. Bilərəm, adam hamısı gəlsə. Amma ki, mütləq və mütləq şikayət yazacaqlar. Dalaşacağıq burada. Nə deyim, neyniyim? Sroku pisdir, mən neyniyim? Qızlar düz elə biri. Mal gəlib bilirsiniz ayın neçəsi? Ayın 27-si. Ayın 28-i mən işləyəndə orada doluydu xaladeniklər. Amma ayın 1-i paylamalıyıq. Bunu zakaz eləyin ayın 1-inə də, nə bilim. Onlarla da spor eləmək mümkün deyil qızlarla. Çünki mən onların yanına gəlmişəm. Onlar üçü bir yerdə. Bilirsiniz nətərdir? Bunların uşaqları indi əskərlik dövrlərdə uşaqları Kalaskada olandan bunlar dostluq edirlər. İkisi bacıdır, o birisi də onlarla dostluq edir. Bir yerdə Kalaska ilə çıxırdılar uşaqlarını gəzdirməyə. Yəni onlar bir-birlərini o vaxtdan tanıyırlar. Mən sonradan gəlmə adamam. 2 ildir, neçə ildir burada işləyirəm bunlarla. Əlbəttə ki, onlar üçü bir, mən tək. Mən onlara nə deyim? Öz fikrimi deyə bilərəm. Hərdən razılaşırlar, hərdən yox. Amma ki, çoxluq səs oyu çox tələb edir. Yəni, onların bilməyim. Korokçe, bu gün cəmaatla dalaşacağım. Deyəcəklər, başqa srok yoxdur, bu nədir verirsiniz? 10 dənə kefiri uşaq 4 günə necə içsin? Əslində düz deyirlər. 5 gün srok olanda yenə yaxşıdır. 4 gün vəbşi. Görək də. Dalaşsam deyəcəm sizə. Bir bilsəniz necə yoruldum, bir bilsəniz necə yoruldum. Dayanmadan gəlirlər. Abeddir, qapını bağlamışam. Oturmağa da indi oturdum. Kalyanos. Dur, xaladenikləri yerləşdirməliyəm. Hələ o kefirlər paletdə qalıbdır. 900 dənə tvorog paylamışam. Vay, 913 dənə, 681 dənə də kefir. Ayda, yoruldum Allah haqqı. Elmanla Alina gəlməlidir Moskvaya. Hal-hazırda deyir ki, yoldayıq, gəlirik. Bizə də dəyməlidirlər, görək. Nəsə Moskvada işi var. Gələcəklər. Bayaq burada cəmaat gələ biraz yer dəyişmə elədim. Tvorogları bir qıraqdan yığdım ki, aqoşaları qabaqdan elədim. Tvoroglar, çünki burada qabaqda təzə tvoroglar idi, dalda köhnə. Köhnələri əlim çatmırdı götürməyə. Mən də götürdüm, oradan düzdüm. Arxası boşdur, baxın. Gerək mən bu aşmaq istəyir. Bunu yerləşdirim. Burada da köhnə kefirləri verdim arxadan. Hələ yenə var arxada köhnə kefirlər. Qabaqdakılar təzədir. Gerək bunu nətərsə səliqəli yığım. Bunlar da ki, paletdə dayanıb 100 dənə blok. Uje istidirlər. Uje xaladenik soyuqluğu yoxdur. Gətirim tez yerləşdirim.
Bunlar hazırlar. Bu hazırlar. Baba çok güzel. Baba çok güzel. Ben de sana ben bu zaman sana. Hadi benim. Düşman yana benim. Düşman yana. Daha bir şey yok. Daha bir şey yok. Kızlar öyle pis yoruldum, öyle pis yoruldum. Şükür Allah'a. Saat 5 işleyip çıktım işte. Deməli kızlar, yaz öz gəlişini göstərir. Yerdə, gəzilən yerdə, yeminə trotuarlarda qar yoxdur. Ancaq qıraqda, bucaqda. Demək ki, nədir? Yaz gəldi, qar əridi. Deməli qızlar, dünən mamaya pul göndərmişdim. Dedim ki, mənə toyuq al. Əslində dedi, toyuğu döşək nə al? Dedim, bizdə ancaq döşət yeyilir. Dedi, qanat alın mı? Ehtiyatdan al da. Dedim, qurmarazi haradasa ki, xarab olmasın. Bir də Erman nə vaxtsa Moskvaya gələr, onu da gətirər. O da Erman bugün gələsiydi, dedim, elə mənə toyuqlarını da gətir. Gətir, sağ olsun. Bunların birdən böyle bir dənə elmin marazilkada da yer yoxdur, heç ara düzəcəm. Şeydi, nə dedim. İşdən gəldim, gördüm orucu açmağa 20 dəqiqə var. Dedim, heç nə bilmirəm, heç olmasa 20 dəqiqə gözümün odunu alım, yatım biraz. Çox yoruldum. Ne pişirək? Akşama nəsə pişirmək lazım. Toyuq ətindən pişirək mi nəsə? Nəsə böləcə oldu. Uy, elmə batdı. Durduq, iftarımızı açdıq, ama indi lazımdır nəsə pişirməyə. Biz Yekə bazara gedəndə alasıydıq. Prosto avtobus gəlirdi deyən qaça-qaça çıxdıq. Həm də ki şeydi. Həm də ki teleşkanı dartmaq olmuyordu. Doluydu teleşka. Daha dedim bu kadar doldurduq bəsdir. Gücdən gətirdi ya teleşkanı. İkimiz əlbir olur. Bundan nəsə pişirək, yoxsa ayaqla pişirək.
Bugün gürcü xəncəl eləyək, görək andıra biləcəyik nə şeydi. Keçən səfər Amin gələsiydi, Aminə görə eləyəsiydik. Amin də da gələr bilmədi. Evdən çağırdılar ki, evdən hamı xorla yazdı ki, gəl evə. Ona görə getdi evə. Un götürdüm, duz və soyuq su hissə əlavə eləyib bərk xəmir yoğurmalıyıq, çox bərk xəmir yoğurmalıyıq. Xəmir bərk olmasa xəncərlər formalarını tutmayacaq. Xəncər nə idi? Hədə xəncər. Xəncər deyəndə öz xəncərimiz ağlıma gəlir bazı. Xəmirlər yavaş-yavaş qaçır elə. Çölə. Капелюшечку. Уже yoruldum. Тогда не делай. Tez yorulurum yani. Принципе, уже xəmir arından qoxuyur. Prosta lazımdır. Adları da elədir. Çoxlu yoğurup bir yerə gətirmək lazımdır. Şimdi mən buna xəstə olmayacağım. Yine belə çoxlu yoğuracağım. Налить тебе чай? Köplədim ya. Зачем? Ну давай. Konfet var ha sen olsun. Росик. Oraya koy. Baxın belə bir xəmirdir. Amma çoxlu yenə getdi dalaşına. Amma çoxlu yoğurmaq lazımdır. Bərk xəmir olsun. Daha da su əlavə eləmirik. Şöyle bunu da kameradan qıraqda yoğurum. Yoruldum ya. Dincələ yoğuracağım. Baxın belə bir xəmir oldu. Belə quru bərk xəmir oldu. İndi bunun üzərini örtəcəm. Biraz dincəlsin. Ona kimi çayımı içim. Sonra da ət içliyi düzəldim. Mən burada 600 qram ət götürdüm. Əslində yağlı ət olmalıdır, amma yağlı deyil deyən içərisinə biraz yağ qatacağım. 2 dənə orta boy soğan. Məndə biri çox xırdadır, biri də çox iridir. Sarımsaq bir diş də bəs eləyər. Mən 3 dənə götürdüm. Bunları indi xırda çəkəcəm, ət əlavə eləyəcəm. Belə. Bir stəkan qədər su götürəcəm, soğanların içinə tökəcəm ki, yaxşı əzilsin. Yaxşı əzilmir. Zaten ətin içərisinə su tökmək lazım idi. Mən soğanları əlavə edəcəm. Baxın, soğanları su ilə birgə blenderladım və hamısını tökürəm ətin üzərinə.
Deməli qızlar çox azca, bir balaca keşnişlə cəfəri götürdüm. Və indi bunları xırda doğrayacağam. Düzgün qriplədik. Səbinə, Amina, Yuda, hamı xəstələnir. Bugün də mən Rusiklə ikimiz. Bu da belə. Qızlar, dediyim kimi birazca yağ əlavə eləyəcəm içərisinə. Çox yox, azca. Çünki yağ bərkdir. Bunu elə eləmək lazımdır, əritmək lazımdır qaşıqla. Üzr istəyirəm. Və burada məndə duz var, xmeli suneli və istiot. Ürəyiniz istəyən ədviyyatlardan da əlavə edə bilərsiniz. İndi bunları yaxşısına qarışdırıram, baxacağım. Əgər su lazım olsa yenə su əlavə eləyəcəm. Deməli 1 stəkan su 600 qram ətə az gəldi. Ona görə yenə əlavə eləyəcəm. Əlavə elədikcə baxacağam. Şişdən keçir. 2 stəkan su. 600 qram ətə. Şöyle belə. Zaten xəmirimizi ona görə bərkələdik ki, bərk yoğurduq ki, xəmiri bərk tutduq ki, bu yaş içlikdən qoyanda xəmir cırılmasın. Qəşəng oldu. 2 stəkan su bəs elədi bizə. Dincəlmiş xəmirimizi götürürük. Belənçindən kalbaska halına gətiririk. Və ondan beləcə kündələr ayırırıq. Belə hissələr ayırırıq. Bunları indi kündələyəcəyik qəşəng. Bilmirəm, yekə oldu, beləcə oldu. Baxarıq vəziyyətə. Beləcə oldu yəqin ki. Beləcə oldu, onlar detskiyə xənkəməli baxarıq. Deməli, belə doğradıqdan sonra kündələyirik və kündələdiklərimizin üzərini örtürük ki, qurumasın, yayanda bizə manəçilik törətməsin. Beləcə oldu ya, ama yalsın da. Artıq necə oldusa. Yoxsa düzəldək sözəki. Belənçinə özümə podnos hazırladım. Bir beləcə oldu. Hardasa 15 santim qədər yaymaq lazımdır. Görürsünüz xəmir necə bərkdir. Yaymaq da çətindir.
götürürük belə bir kasa. Kasanın içərisinə yerləşdiririk xəmirimizi və içlikdən hardasa bir qaşıq içlik qoyacağıq. İçliyi mütləq və mütləq qarışdırmaq lazımdır. Qoymamışdan qabaq. Baxın belə. Və qıraqlarını ortaya doğru əlimizdə topalayırıq. Beləncəsini topladıktan sonra ya qayçı ya bıçaq yardımıyla başını kəsirik. Baxın belə. Hazırladığımız bu xəncərləri unlu padnosumuza düzəcəyik. Bu qaydayla. Neyini mən kündələr eləyim onda? Naучишь меня? Sən dedin ki, sən göstərəsən mənə. Buna bax, bu xəmirlər yekə oldu. Kündələr, bayaqki kündələrə baxmışdılar. Yekə oldu. Böyle gözəl oldu mən xəmirim. Amma belə bir qalın deyil əlir. Sən bastın mı? Basıldı. Zərətli oldu yəqin. No, çatmır axı zərətli. Ой, çatdı. Давай. Мне тебе раскатать? Elə əsas məsələ də bunu raskatać eləməkdir. Şöyle işte 15 oldu da. Oy. Katlandı. Нет, я хотела снять. Ну тогда выключись. Bu alınmayandı. İçliyi çox qoydum da yapışmadı. Ləlişlə dava edirik, kimdə gözəldir. Bax. Şu belə eləyəndə, qatlayanda bərkdən basırsan ki, açılmasın. Ona bax. Orada içlik çox oldu da. Bax. Belə. Bunda belə içəri qatlanırsan ki, burada da bir uzelok olsun. Sonra bunu bərkidirsən. Açılmasın pişəndə. Sonra da başından biraz kəsirsən ki, gözəl görünür. Sarımsağa oxşasın. Çesnok. Sən? Şeydə baxıram, eləlir videoda. Kimsə belə düzəldir. Belə qaldırır, hamısı tökülür hatta. Adamız da xəmiri bərk eləməyiblər. Xəmir ümumiyyətlə başa düşdüm. Şu qızlar hazırladım, qutardım. 16 dənə buradadır.
2, 4, 6, 8 dənə burada. Bu qədər ərzaqdan. Hə, yox, alınmayanlar da var. Onları da göstərim. Bu 3 dənəsi islandı deyən bükə bilmədim. Bunları duxovkaya qoyacağam. Qoy pişsin, heyf olmasın. Şo, qoydum duxovkaya. Görək nə alınacaq bundan. Suyumuz artıq qaynadı və duzun dibidir. Nətər evə ərzaq zakaz elədim, duz yaddan çıxdı. Biraz suyumuza duz tökək, qaynadı. Bismillah. Baxın, bişən zaman hamısı belə suyun üzərinə çıxırlar. Demək ki, hazırdır. Şöyle qızlar, artıq pişdi bizim xəngəllərimiz. Zövqə görə hansısa sousla yeyə bilərsiniz. Üzərinə istiyordu. Bir də kəsib içərisini göstərmək istəyərdim. Yanına bıçaq. Hansını götürək? Bunu dişləmək lazımdır. Mən də daha kamera dişləsi deyiləm ki. Bu da bunun soku. İçində də pişmiş əti. Git hamını çağır gəlin. Deməli qızlar, biz artıq yeməyimizi yedik. Yeməyimiz də ki, çox dadlıydı. Həqiqətən 1-2 dənəsi qaldı. Onu da sabah işə apararam yəqin ki. Orada iftarımı açmağa. Bu arada evə sifariş vermişdim. Eve sipariş vermiştim. Getirdiler. İleride şurada kasa. Evet, ikisi de böyle bir şey var. Lübimi produkt kimi seçirəm. Lübimi produkt kimi nəsə seçəndə həmən ərzağa 20% skidka olur. Məndə də bu smetanlar Lübimi produkt kimi dayanıb orada. Skidka ilə də deyən gündə 3 dənədən çox almaq olmaz. Ona görə hər dəfə fikir vermişsinizsə 3 dənə alıram. Ananas aldım, dedim tort bişirərəm. Fasol aldım, ya salata mı, ya borşa mı, borşlu fasolla xoşlayıram mən. Sonra varenya aldıq, çünki Ruslanla ikimiz də xəstələnmək istəyirik. Mənim dayanmadan burnum axır, dedim kimi. Bu prəniklər Ləliş xoşlayır, ananaslı prəniklər. Simişka aldım özümə. Boğazım çok güzeldi. Dedim simişkara sıktığım vapşi. Qəşəng olsun. Sonra paketdə nə var? Ərzaqlardır. Burada oje ərzaqlardır. Bunları Ləliş zakaz eləyibdir. Ləliş xoşlayır salat. Salat eləməyi, ona görə salatlar sipariş verib. Burada yığıb alsam sökülür. Alma. Biber de lübüm. Biber de lübüme produkt kimi seçmiştim.
Amma 2 kilo zakaz elədim. Sonradan yazıldı ki, yoxdur listədə. Ona görə 1 kilo gətirdim. Və burada kartoşkada 3 kiloluq. Bunu da stola qoymayayım. 3 kiloluq kartoşkadır. Gətirdim o yerə düşən almanı. Zapikatelim yiyeyim. Bu səfər grenni alması aldım. Keçən səfər sezonluydu. Bu səfər grenni. Bu deyəsən bişəndə daha yumuşaq olur. Neyse, aldıqlarımız bu qədər. Belə götürəndə heç nə yoxdur. 2000 pul getdi buna. Bunu qoyun pişsin. Sonra da buranı yığışdıraq. Sonra da mama getsin, çimsin. Sonra da gəlim qablayım. Sonra da acı dərman bırak yataq. Ki sabah pikarniyadayıq. Geçenler. Stop tez olsun da. Bax. Yumuşaqdır, baxın. Ləzzət eləyir də mənə. Elə bil ki, turşu yeyirsən, alma turşusu. Palçıq turşu, ya nə bilim, lavaş turşu, onun da adını verir. Deməli, burada 2 dənə gürcü xəncəl qalmışdı. 3 dənə də bu duxovkadan çıxanlar. Qoydum, sabah işdə yeyərəm.